uşaqlar, hər vaxtınız xeyirli olsun. Deməli, bugün natural ədədlər mövzusunun ikinci bölməsini, yəni natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi mövzusunun testlərini işləyəcəyik. Uşaqlar, bu şəkillər şəffaf olsun deyə süni intellektdə biraz şəffaflıq eləmişəm, amma cümlələrdə biraz fərqli olsa üzrlü sayın. Bir də uşaqlar, video keçməmişdən qabaq səhifəni bəyənib takip etsə daha yaxşı olar. Başlayaq uşaqlar birinci sualdan. Bizdə nə deyir? Birinci sualda deyir ki, birinci sualda deyir, fərq azalandan 147 vahid uşaqlar kiçikdir. Yəni, ümumiyyətlə, azalan, çıxılanın düsturu A çıx bir bərabərdir C-yə. Burada A nədir uşaqlar? A-nın adı azalandır, azalan, B-nin adı çıxılandır, C-nin adı fərqdir. Fərq. Deyir, fərq C deməkdir uşaqlar. Fərq C. Bu azalanın indi hərf səhv var. Süni intellekt bu formada yaradıb. Deyir, fərq C azalandan A-dan 147 vahid kiçikdir. Yəni C A-dan 147 vahid kiçikdir. Yəni A-dan 147-dən çıxsaq fərqi verəcək, C-ni verəcək. İndi uşaqlar aparıb bu ifadədə yerinə yazsaq, yazaq A çıx B bərabərdir. Sağdakı bu C-nin yerinə nə yazaq? C-nin yerinə A çıx 147 yazaq. A çıx 147. Uşaqlar, bu bərabərin sağında da solunda da müsbət A var. A-lar getdi. Mənfi B. Baxın bu ifadədə mənfi B 147-ni verirsə, mənfilər gedir, elə B-nin qiyməti 147-dir. Bizdən nəyi soruşur tapın? Çıxılanı tapın. Uşaqlar, elə çıxılanı tap deyilsə, çıxılan da elə B-dir. B-nin qiyməti olur uşaqlar 147. 147 nə variantı? Bir də yox, 147-dir. Mən burada A 47-dir. 147 uşaqlar burada B variantıdır. Yəni birinci sualın cavabı elədir B variantı. Keçək ikinci suala baxaq. İkinci sualda nə deyir? Deyir, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən, 4 rəqəmli ədəd deyir uşaqlar. A, B, C, bir də D. Deyir, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Bir dəfə uşaqlar A, B, C-də 4 rəqəmli ədədin bir dəfə ən böyüyünü tapaq, bir dəfə də ən kiçiyini. Deyir, ən böyüyü ilə ən kiçiyinin fərqini tapın, yəni çıxağını tapın suala. Amma rəqəmləri müxtəlif olsun. Uşaqlar, rəqəmləri müxtəlif dediyinə görə ən böyüyü 9, 8, 7, 6-dır. Bu ən böyüyüdür. Rəqəmləri kiçik deyilsə, uşaqlar, bura ən kiçik 1 yazmalıyıq. 1-dən sonra 0 gələ bilir də, 0 yaza bilərik. Bir də bura 2, 3 yazarıq ki, rəqəmləri müxtəlif olsun. Onda bu ədədlər, gəlin burada altıda çıxaq. 9876-da nəyə çıxaq? 1023-ü çıxsaq, 3, 5, 8, 8. Cavab olacaq 8853. Yəni bu sualın cavabı 8853, yəni Y variantı. Keçən növbəti suala. Uşaqlar, gəlin bu üçüncü sualdır. Bu üçüncü sualdır. 3-də nə deyir? 3-də uşaqlar, birinci yuxarıdakı ifadəyə baxın. 1, 3, 5, nöqtə, plus 19. Bu ifadənin cəmi A-dır. Uşaqlar, bizə burada nə lazımdır? 1, 3, 5 deyirsə, deməli, birdən başlayaraq tək ədədlərin cəmidir. Bizə maraqlıdır ki, 1, 3, 5, birdən 19-a qədər neçələrlə tək ədəd var? 1, 3, 5, 7, 9, 11, 13, 15, 17 və 19-u yazsaq, görə nə qədər tək ədədimiz var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Qıraqda yazıram, bizim birdən 19-a qədər 10 dənə ədədimiz var. Yəni, bu ədədlərin sayı 10 dənə ədəd verir. 10 ədəd. Bunu yazdım, dairəyə aldım. İndi aşağını sildim. Uşaqlar, nə deyir? Deyir, 2221 üstəgəl, 2223 üstəgəl, 2225 üstəgəl, nöqtə, bir də plus 2239. Bu ifadəni deyir, bu ifadənin cəmini. A ilə ifadələyin. Uşaqlar, 2221-i necə parçalayarıq? 2220 üstəgəl 1 kimi parçalayarıq. Baxın, bu 1. Keçdik 2223-ə. Bunu da parçalayarıq. 2220 üstəgəl 3 kimi üstəgəl. Bunu da parçalayarıq. 2220 üstəgəl 5 kimi. Və üstəgəl nöqtə, bir də bunda parçalayarıq 2220 üstəgəl 19 kimi parçalayarıq. Və bu ifadə bizə nəyi verir? Gəlin bunu yazaq. Uşaqlar, burada nəyə fikir verirsiniz? Baxın, 2221-ə bu 1 uyğun gəlir. 2223-ə, yəni bu cəmə 3 uyğun gəlir. Yəni uşaqlar, hər mötərizənin içində, baxın, 1 var, 3 var, 5 var, 19 var. Onda burada mötərizələri açsaq, mötərizənin qabağı plusdur, heç nə dəyişməz. Onda nə edəyib? Burada altdan xətt çəkdiyim
Məsələn, 1-dən 19-a qədər neçə dənə ədədimiz var? 10 dənə ədədimiz var. 1-dən 19-a qədər 10 dənə tək ədədimiz var. Onda uşaqlar bu mötərizənin içindən 10 dənədir. Və 10 dənə də bu 2220-ni toplasaq, 10 dənə 2220-ni toplasaq, nəyi verəcək? 10 dənə 2220-ni toplamaq, 2220-ni 10-a vurmaq deməkdir. 10 dənə 2220-ni topladıq, yəni 2220-ni 10-a vurduq. Çünki hər bir mötərizədən 10 dənə olduğuna görə uşaqlar, mötərizədən 10 dənə olduğuna görə, onda 10 dənə 2220 var. 10 dənə 2220-ni topladıq, oldu 2220 vur 10, üstə gəl və buradakı uşaqlar 1, 3, 5, 19-u toplamada toplanılan yerini dəyişsə cəm dəyişməz. Oradakı 1, 3, 5-i kənarda yazsaq, olduğu kimi yazıb saxlayırıq. Yəni 10 dənə 2220-ni toplayırıq. Bu 2220 vur 10-dur. Yerdə qalan 1, 3, 5, 19-a qədər ədədin cəmini sağda yazırıq. Uşaqlar bu ifadənin hasili 22.200 verəcək. Və bu cəmi də yerinə yazarıq. 1, 3, 5-dən 19-a qədər cəm. Baxın 1, 3, 5-dən 19-a qədər cəm bizə A-nı verir. Onda bax bu cəmin də yerinə A yazsaq, onda bu ifadənin qiyməti olacaq 22.200 üstəgəl A. 22.200 üstəgəl A nə variantıdır? 3-də olacaq cavab C variantı. Və 4 də bunun oxşarıdır. Keçən növbəti suala baxaq, 5-ə baxaq. 5-də nə deyir? 5-də deyir ki, 5-də 2 rəqəmli ədədin cəmi, yəni AB üstü xətt. 2 rəqəmli ədədin cəmi, yox, 2 rəqəm yox. 2 natural ədədin cəmi 474. Onların birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm alınarsa yox, indi orada hərf səhv var. Kitabda da baxsaq görərsiniz. Əgər bu rəqəm silinərsə ikinci ədəd alınır. Bu ədədlərin deyir fərqini tapın. Necə eləyək uşaqlar? Baxın. Deyir 2 dənə ədədin cəmi nöqtə, bir də topla nöqtə. Bu 2 dənə ədədin uşaqlar cəmi 474, yəni 2 natural ədədin cəmi 474-dür. Deyir, onlardan birinin axırıncı rəqəmi 1-dir. Yəni, AB 1 yazsaq 1-nə, bu birinci ədədimiz AB 1-dir. Deyir, birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm, burada indi alınarsadır, süni intellekt səhv tərcümə edib, silinərsə. Əgər bu rəqəm silinərsə, sonuncu bir rəqəmi silinərsə, ikinci ədəd alınır. Uşaqlar, AB 1-in sonundan 1-i silsək, hansı ədədimiz alınacaq? AB ədədimiz alınacaq. Əgər AB 1-in sonundan 1-i silsək, ikinci ədədimiz, yəni AB ədədi alınacaq. Onda deməli, bizim ədədlərimiz AB 1-dən AB-dir. Bunların cəmi 474-ü verir. Uşaqlar, 1-lə nəyi toplasaq 4-ü verər, 3-ü. Deməli, B-nin yerində 3-dür. B-nin yerinə 3 yazsaq, 3-lə nəyi toplasaq 7-ni verər, 4-ü. Deməli, A-nın da yerində 4-dür. A-nın da yerində 4-dür. Yəni, bu ədədimiz 431 ilə 43-ün cəmidir. Bu da bizə verir 474-dür. Onda uşaqlar, bizdən soruşur bu ədədlərin fərqini tapır. Yəni, bizim ədədimizin biri 431, o birisi ədədimiz də baxın uşaqlar 43-dür. Ədədlərimiz 431-dən 43-isə bizdən bu ədədlərin fərqini tap deyir. Yəni, bu ədədləri çıxsaq nəyi verəcək? 431-dən də 43-ü çıxsaq, 431-dən 43-ü çıxsaq nəyi verər? Deməli, 431-dən 43-ü çıxsaq, buradan bura 1 olmaq, 11-dən 3 çıx 8, burada 2 qalır, 2-dən 4 çıx 8, 388. Cavab olacaq 388. Yəni, bu sualın cavabı oldu uşaqlar 388. Və 6 da bunun oxşarıdır. Keçən növbət suala baxaq. 6 bunun oxşarıdır. Gəlin 7-ci suala baxaq. 7-də nə deyir? Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu ədədlərdən ən kiçiyini tapın. Uşaqlar, ardıcıl 100 natural ədəd deyilsə, ən kiçik ədədimizə x yazsaq, ardıcıl 100 natural ədəd deyildir, yəni 1 artır. İkinci ədədimiz x plus 1-dir, üçüncü ədədimiz x plus 2-dir və ən böyük ədədimiz uşaqlar, ən böyük ədədimiz. Birinci ədədimiz x-dırsa, x-in üzərinə 99 dənə ədəd gələndə 100-cü ədəd verir. Deməli, ən böyük ədədimizdə x plus 99. Məsələn, x-in yenə 1 yazsaq, 1 yazsaq nə olur x-in yenə? Ən kiçik ədədimiz 1 olur. 1-in də üzərinə 99 gəlsə, ən böyük ədədimizdə 100 olur. Yəni, 100 dənə ədəd oldu. Amma ədədləri bilmədiyimizə görə ən kiçik x götürürük. O birisi ardıcıl natural ədədlər 1-1 artır və ən böyük də budur. Nəyə soruşur? Bu ədədlərdən ən kiçiyi ilə ən böyüyünün cəmi. Uşaqlar, ən kiçiyi x-la, bir də ən böyüyü x plus 99-un cəmi 559-a bərabərdir. Bunu bərabər elədik 559-a. x 2x. Sağda 559 var. Bu 99 sağa apar çıx 99.
2x nəyə bərabər uşaqlar? 559-dan 99-u çıxanda 460. X də bərabərdir 230. Deməli uşaqlar x-in qiyməti 230-dursa, buraya yazarıq 230 və 230-un da üzərinə uşaqlar 99 gələndə bizə verəcək 329. Deməli ən böyük ədədimiz də 329-dur. Bizdən soruşur bu ədədlərdən ən kiçiyini tapın. Ən kiçiyi neçə uşaqlar? Baxırıq ki, bəli, bu 230-dur. Yəni C variantı. 7-nin cavabı oldu uşaqlar C variantı. Gəlin biraz hərflər biraz qəribə düşüb. Süni intellektə nə qədər elədim ki, oxunma şəffaf olsun. Yenə ədədlər hərfləri biraz fərqli yaradır. 8-ə baxaq. Deyir ən böyük 4 rəqəmli natural ədədlər. Uşaqlar, ən böyük, baxın, ən böyük 4 rəqəmli natural ədəd. Ən böyük 4 rəqəmli natural ədəd deyilsə, rəqəmlər müxtəlif demir. Rəqəmləri müxtəlif demirsə, ən böyük 4 rəqəmli natural ədəd 9999-dur. Ən böyük 4 rəqəmli natural ədədlər, ən böyük 2 rəqəmli natural ədəd. Ən böyük 2 rəqəmli natural ədəd də 99-dur. Baxın, ən böyük 2 rəqəmli natural ədəd də 99-dur. Deyir, bunların fərqi, yəni bunları çıxsaq, bizə verəcək 9900 verəcək. Yəni fərq budur. Deyir, bunların fərqi, yəni 9900, ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Uşaqlar, bunların fərqi, yəni 9900 ədədi, fərq, yəni 9900, bir rəqəmli, ən böyük bir rəqəmli natural ədəd. Uşaqlar, ən böyük bir rəqəmli natural ədəd 9-dur. Deyir, bunların fərqi, yəni 9900, ən böyük bir rəqəmli natural ədəddən, yəni 9-dan neçə dəfə böyükdür? Onda uşaqlar, fərqi, yəni 9900 9-a bölük, bu da bizə nə verəcək? Bu da bizə verəcək 1100 verəcək. Deməli, neçə dəfə böyükdür? 1100 dəfə. Bu sualın cavabı oldu uşaqlar 1100. 8-də cavab B variantı. Sonra 9 bunun oxşarıdır. Gəlin 10-cu suala baxaq. Bunu sildik. 10-da nə deyir uşaqlar? 10-da deyir ki, cəmi 2500 olan 2 natural ədəddən. Uşaqlar, deməli bizim 2 dənə ədədimiz var. Onda bu 2 ədədlərin cəmi 2500-dür. Bunu bu formada qeyd elədik. 2 dənə ədəddir, nöqtə-nöqtə. Bu 2 ədəd toplasaq 2500 verir. Deyir, birinin sonuncu rəqəmi 7 əlavə edib, digərinin sonundan 6 rəqəmi sildikdə bu ədədlər bərabər olur. Onda uşaqlar, bax, bir ədədi götürək. Burada 2 ədədin cəmi 2500 verirsə, deməli ədədlərdən biri harasa 4 rəqəmli ola bilər. Onda birinə belə yazaq. Birinə AB 67 yazaq. 67 yazaq. Deyib, birinin sonuna 7 əlavə edib, digərinin sonundan 6 rəqəmini silsək, birinə 7 əlavə edib, onda AB 76 yox, uşaqlar, yerlərini dəyişək. 67 yox, 76 yazaq. Deyir, birinə də AB yazaq. AB yazaq. Birinə də AB yazaq. Deyir, cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna deyir 7 əlavə edib, digərinin sonuna 6 rəqəm sildikdə bu ədədlər bərabər olur. Bax, təsəvvür edin ki, uşaqlar, aşağıdakını biz sonuna 7 əlavə edirik. AB 7 olur. Və yuxarıdakı ədədin sonundan 6 rəqəmini silirik. 6 rəqəmini silsək, burada da AB 7 olacaq. Onda bu ədədlərimiz nə olacaq? Bərabər olacaq. Deyib, bir ədədin sonuna, aşağıdakının sonuna 7 əlavə elə, yuxarıdakının sonundan 6 rəqəmini silsək, sildikdə alınan ədədlər bərabər olur. Bəli, bərabər oldu. Deməli, bizim ədədlərimiz AB 76 ilə bir də AB-dir. Birinə 7 əlavə elədik, yuxarıdakının 6-ını silsə, ədədlər bərabər oldu. Şöyle bunları toplayanda 2500 verir. Mesela 6'ın üzerine gelse son sıfırdan kurtarır. 4. Deməli B'miz 4'dür. 4'dür. 0 yazırıq 1 yazdı. A'nın yerine 2 yazsaq şöyle 7 ilə 2'nin cəmi 9. 1 də yadda 10. 0 yazırıq 1 yadda. B'nin qiyməti 4'dür. 1 də yadda bizə 5'i verir. A'nın da qiyməti 2'dir. Deməli A'sı 2, B'si 4'dür. Şöyle deməli bizim ədədlərimiz 2476 ilə aşağıda AB'nin yerine 2 4 yazsaq 24'dür. Baxın. Birinə 7 əlavə elədik. Yuxarıdan altını silsə ədədlər bərabər olur. Deyir bu həmin natural ədədlərdən kiçiyinin rəqəmlərinin cəmini tapın. Şöyle həmin natural ədədlərdən kiçiyi 24'dür. Və kiçiyinin rəqəmlərinin cəmi 2 ilə 4'ün cəmini soruşulub cəmi də olacaq 6. Yəni A variantı. 10A. 10'da cavab oldu uşaqlar. A variantı. Gəlin növbəti suala baxaq. Bunu sildik. Növbəti sualda nə deyir? Baxdıq 11'ə. 11'də deyir ki, ABC, gəlin belə yazaq ABC-ni. Deyir ABC natural ədədlərdir. Yəni bunun üçü də naturaldır. Deyir A'nı B'yə vuranda uşaqlar 23'ü verir. Bunu bildik. Bir də deyir B'ni C'yə vursaq 11'i verirsə ABC'nin cəmini tapın. ABC'nin cəmini tap suala.
Uşaqlar 23 necə rəddir? Sadə. Hansı natural ədədlərin hasili 23-ü verir? Ya bu 1 olmalıdır, ya 23 olmalıdır, ya da bu 23 olmalıdır, bu 1 olmalıdır. Bəs 11 necə rəddir? Sadə rədd. Hansı natural ədədlərin hasili 11-i verir? Ya bu 1, bu 11 olmalıdır və ya da bu 11, bu 1 olmalıdır. Uşaqlar, burada ortaq ifadə, baxın, əgər biz yuxarıdakı B-nin yerinə 23 yazsaq, məsələn, yuxarıdakı B-nin yerinə 23-ə elə bir natural ədəd yox ki, C-yə vursaq 11-i versin. Elə bir natural ədəd olamaz. Deməli, B 23 ola bilməz. A da 1 ola bilməz. Onda A-nın qiyməti 23-dür, B-nin qiyməti 1-dir və B-nin qiyməti şöyle yuxarıya baxın 1-dir, C-nin də qiyməti 11-dir. Bəli. Yəni hər ikisinə B-lər ortaq olmalıdır. Ortaq B-lər də 1-dir. Onda A-nın qiyməti 23-dür, B-nin qiyməti 1-dir, C-nin də qiyməti yuxarıya baxın 11-dir. Onda bizdən bu üç ədədin cəmini soruşurlar. Cəm də nə verəcək? 23, 11, 1-i toplasaq, deməli 34, 35 verəcək. 35. 11-də cavab 35-dir uşaqlar. Yəni bu sualın cavabı oldu 35. Sonra 12 bunun oxşarıdır. Gəlin 13-ə baxaq. Bunu sildik. Baxdıq 13-ə. 13-də nə deyir? 13-də deyir ki, 13-cü sualda. Deyir, yenə deyir uşaqlar. X, Y, Z necə rədlərdir? Natural. Bunu bildik. Deyir, 7-ni Y-ə vursaq uşaqlar 8 Z verirsə, burada da nə isə elə bir səhv yazıblar. 13-də uşaqlar 7-ni Y-ə vuranda 8 Z verirsə, burada da uşaqlar baxın bu X-dir. Bunu səhv veriblər burada, bu X-dir. X da bərabərdir 2Z-də. Deyir, X, 2 dənə belə ifadə verilib. 7 vur Y 8 Z'dir. X da bərabər 2Z-də. Deyir, X, Y, Z-in cəminin ən kiçik qiymətində. Uşaqlar, bu 3 dənə ifadənin cəminin ən kiçik olması üçün bunların hər üçü ən kiçik olmalı ki, cəm də ən kiçik versin. Onda uşaqlar, ən sağ tərəfdə Z ilə başlasaq, Z-in ən kiçik qiyməti neçədir? Yox, sağla başlaya bilmərik. Çünki Z-də 1 yazsaq, X-in qiyməti olur 2. Burada da Z-də 1 yazsaq, ödəməyəcək. Demək uşaqlar, əslində burada solla başlamalıyıq. Necə? Baxın, 7 ilə 8 necə rəddir uşaqlar? Qarşılıqlı. Bu 7 ilə bu 8 qarşılıqlı sadə rədlərdir. Qarşılıqlı sadə. Burada Y ilə Z-in yerinə ən balaca hansı ədəd yazsaq bərabərlik ödənər. Biz nə demişdik? 8 soldakının qiymətidir. Yəni Y 8-dir. 7-ni 8-ə vur 56. Soldakı 7-də sağdakı Z-in qiyməti. Deməli Z-in də qiyməti 7-dir. Yəni 7-ni 8-ə vuranda da 56-nı verir. 8-i 7-yə vuranda da 56-nı verir. Yəni bərabərlik ödənir. Deməli uşaqlar Y-in qiyməti 8-dir, Z-in qiyməti 7-dir. Bu ikisini tapdıq. Bəs burada uşaqlar sağ tərəfdə Z-in yerinə 7 yazsaq, 2-ni 7-yə vursaq X-in qiyməti də 14-dür. X-in qiyməti oldu 14. Onda gəlin bu ifadəni belə yazsaq hər üçü ən kiçik olur. Onda 14 Y 8-dir, Z-i də 7-dirsə, bu cəmin ən kiçik qiyməti olacaq 22 üstə 7 gəl 29. Yəni cəmin ən kiçik qiyməti olacaq 29. Bu da oldu bizim 13-cü sualımız. 13-də cavab 29-dur. Və 14 də bunun oxşarıdır. Keçək növbəti suala. Gəlin uşaqlar 15-ci suala baxaq. 15-də deyir ki, 15-də A və B bunların hər ikisi natural ədədlərdir. Natural ədədlər. A ilə B-nin hər ikisi natural ədədlərdir. Deyir ki, 4A üstə gəlib 5B bərabərdir 90-a. Bunu bildik. Bizdən soruşur ki, bəs 5A üstə gəl 4B ifadəsini ala biləcək ən böyük qiymət tapın. Yəni bunun ən böyüyünü tap suala. Bunun ən böyüyünü tap suala. Uşaqlar, biz bu yazılışı üzündən səhv yazdıq. Baxın. Yox, düz yazmışıq. Yox, düz yazdıq. Elədim səhvdir. Uşaqlar, baxın. Sağdakı bu ifadənin sağ tərəfə baxın. Yəni bu. Sağdakı bu ifadənin ən böyük olması üçün A-nın qabağında 5 olduğuna görə uşaqlar A-sı ən böyük olmalıdır. Yəni ən azından A-nı ən böyük götürməliyik ki, B də onsuz da 4A 5B ifadəsinin konkret cəmi var 90-dır.
Deməli A-nı biz ən böyük götürməliyik ki, A-sı ən böyük olanda 5'ə 4 ilə 5'i müqayisə etsək 5 böyükdür. Deməli biz A-nı ən böyük götürməliyik ki, ən böyük ədəd vuranda soldakı ifadə ən böyük olsun. Onsa B-də hər hansı bir qiymət alacaq. İndi uşaqlar gəlin buradan A-nı tapaq. Daha doğrusu A-sı ən böyük olmalıdır. Gəlin sol tərəfdəki bu 4A ifadəsindən A-nı tapaq. Buradan 5B-ni sağa aparsaq çıx 5B-dir. Onda 4'ü A-ya vursaq 90 çıx 5B-ni verirsə A da nəyə bərabərdir? 90 çıx 5B bölək 4'dür. Deməli bizə nə lazımdır? A-sı ən böyük olmalıdır uşaqlar. Amma B-ni yerinə elə ədədlər yazmalıyıq ki, A bizə naturalı versin. Yuxarıda çünki A deyir naturaldır. Baxın uşaqlara. Burada B-ni yerinə 1 yazsaq, qarə yazaq. B-ni yerinə 1 yazsaq görə A-nın ifadəsi nə olur? 90 çıx 5'i vur 1'ə 5 böl 4'ə. 5'də 1'ə vursaq 5, 90'dan 5 çıx 95'i 4'ə bölsək uşaqlar naturalı verməz. Ona görə A B 1 olmadığına görə A da natural deyil. B 1'i almır daha doğrusu. Bəs A-nı B-ni yerinə 2 yazsaq, B-ni yerinə 2 yazsaq, onda A-nın qiyməti nə olacaq? 90 çıx 5 vuraq 2 böl 4'ə. 5'i 2'yə vur 10, 90'ın 10 çıx 80, 84'ə böləndə 20'ni verir. Bəli uşaqlar, B-nin qiyməti 2 olanda A-nın ən böyük qiyməti 20 olur. Çünki A da naturaldır, B də naturaldır. Yəni uşaqlar 90'dan, buradakı ifadəyə baxın, 90'dan ən kiçik ədədi çıxıb 4'ə böləndə ən böyüyü verir. Ona görə B-nin ən kiçik qiyməti 1 olmur, amma B-nin ən kiçik qiyməti 2 ola bilər. Deməli uşaqlar, əsas o ki A-nın burada ən böyük qiymətini tapaq. A-nın ən böyük qiyməti 20'dir. B-də nə olur olsun fərqi yoxdur. Bu sual biraz məntiqli və düşündürücü sualdır uşaqlar. Və burada A-nın qiyməti oldu 20. Bizdən soruşur 5A üzərinə gəl 4B-ni tap. 5'i vur 20'yə üzərinə gəl 4'ü vur B-yə. B-nin də qiyməti 2'dir. 5'i 20'yə vur 100 üzərinə gəl 8. Yəni bu sualın cavabı olacaq 108. 108. Burada uşaqlar cavab oldu 108. Bu 15'in sualının cavabıdır. Keçək 16 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Gəlin uşaqlar 17-ci suala baxaq. 17. 17-də nə deyir? Qıraqdan yazaq 1, 2, 3. Gəlin uşaqlar birinciyə baxaq. Deyir AB üstü xətt çıx BA üstü xətt bərabərdir 3A çıx 2B-yə. Uşaqlar bu 10A-dan 1A-nı çıxsaq bizə verir 9A. 1B-dən 10B-ni çıxsaq mənfi 9B. Sağda da 3A çıx 2B verib. Bu uşaqlar 3A-nı sola aparsaq mənfi 3A. 9B-ni sağa aparsaq müsbət 9B. Sağda da mənfi 2B var. Bundan bunu çıxsaq 6A. Sağda çıxsaq 7B-ni verir. Uşaqlar 6 aynən 1-dən 9-a qədər rəqəmlərdir də. Deməli bu tip sualda nə demişdik? 6 ilə 7 qarşılığı sadədir. Sağdakı 7 A-nın qiymətidir. Soldakı 6 da B-nin qiymətidir. Deməli A-sı 7'dir, B-si 6'dır. Bunu bildik. Variantlara baxaq. Aynən B-nin cəmi 13'dürmü? Bəli. 1'ə aiddir Y variantı. Aynən B-nin fərqi 1 varmı? Bəli. Aynən B-nin fərqi 1 var. 1'ə də aiddir C variantı. Hərf ardıcığına görə birinci C gəlir, sonra Y gəlir. Keçək növbəti suala. İkinciyə baxaq uşaqlar. İkincidə nə deyir? Yenə AB üstü xətt bərabərdir 7A üstəgəl 6B-dən. Burada 10A üstəgəl 1B-dir. Sağda da 7A üstəgəl 6B-dir. 7A-nı sola aparsaq mənfi 7A. Sağda 6B var. 1B-ni sağa aparsaq mənfi B qalır. Burada qalacaq 3A bərabərdir. 6B-dən 1B çıxanda 5B-ni verir. 3 ilə 5 sadədir. A ilə B 1-dən 9-a qədər rəqəmdir. Buradan olacaq uşaqlar. 3 ilə 5 sadə olduğuna görə 5 A-nın qiymətidir. Soldakı 3 də B-nin qiymətidir. Deməli A-sı 5'dir, B-si 3'dür. A ilə B-nin cəmi bizə 8'i verir. A ilə B-nin fərqi də 3'ü verir. Yəni görün nədə səhv var burada. Görün səhv yazmadım ki. 7A deməli AB bərabərdir 7A üstəgəl 6B düzdür. Düzdür. Aha. Deməli uşaqlar A ilə B-nin fərqi 5'dən 3 çıxanda baxın 2'ni verə bilir. Ona görə burada bir dənə 2'yə A aid olur. 2 aid oldu bir dənə A. Deməli 1'ə C-yi 2 A-dır. Gəlin üçüncüsünə də baxaq. Üçüncüsünə baxaq. Üçüncüsüdə nə deyir? Deyir AB 5 çıx AB üstü xətt. Nəyə bərabərdir? 266'ya. Bu uşaqlar 100A'dır, bu 10A'dır. 100A'dan 10A çıx 90A. Bu 10B'dir, bu da 1B'dir. 10B'dən 1B'ni çıxanda müsbət 9B'dir və bir də bunu açanda burada müsbət 5 də var. Bərabərdir 266'ya.
Deməli 90A üstəgəl 9B. Buradakı uşaqlar 5-i sağa aparsaq, 266-dan 5 çıxsaq bizə verəcək nəyi? 261-i 9-a böl 10-a, 9-a böl 1B, 261-i də 9-a böləndə uşaqlar 2 dəfə 18, 261-i 9-a bölsə 2 dəfə 18, 81, 9. Deməli 10 üstə gəl B 29-dur. Uşaqlar 10 üstə gəl B nəyin açılışıdır? AB üstü xəttin açılışıdır. 29-u verirsə, deməli A-sı 2-dir, B-si 9-dur. Burada da uşaqlar A-sı oldu 2, B-si oldu 9. Deməli A-nın qiyməti 2-dir, B-nin qiyməti 9-dur. Uşaqlar A ilə B-nin fərqi alınmır, amma B ilə A-nın fərqi 7-ni verə bilir. B ilə A-nın fərqi, yəni 9-dan 2-ni çıxsaq 7-ni verə bilir. 3 aiddir D variantı. A ilə B-nin cəmdə 11-dir, yoxdur. Deməli burada nə oldu uşaqlar? 1-ə C-Y getdi, 1-ə C-Y getdi, 2-ə A getdi, 3-ə D getdi. Deməli bu sualda 1-ə deməli C-Y, 2-ə A, 3-ə D aiddir. 1-ə C-Y, 2-ə A, 3-ə D. Sonra deməli 17-nin uşaqlar cavabı da oldu belə. 1-ə C-Y, 2-ə A, 3-ə D. Keçək növbəti suala. Uşaqlar növbəti sualda, deməli növbəti sual 18-ci sualdır. 18-də deyir ki, 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəm yazılarsa alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyükdür. Uşaqlar, baxın, bizim 2 rəqəmli ədədimiz bilmirik nədir. 2 rəqəmli ədədimiz olsun AB. Bu bizim ədədimizdir. Deyir bu 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa. Uşaqlar, AB-nin həm sonuna, həm də əvvəlinə bir rəqəm yazılarsa, baxın, belə bir 4 rəqəmli ədəd əmələ gəlir. Deyir, alınan bu 4 rəqəmli ədəd, yəni 1A, B, bir də 1, alınan bu 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyükdür. Uşaqlar, alınan bu 4 rəqəmli ədəd əvvəlki AB ədədimizdən 21 dəfə böyükdürsə, onda 4 rəqəmli ədəd AB1, AB1 əvvəlki AB ədədindən 21 dəfə böyükdür. Yəni, sonraki əvvəlki AB-ni 21-ə vursaq 4 rəqəmli ədəd verəcək. Uşaqlar, təklik, onluq, yüzlük, minlik, bu mindir. Üstə gəl. Təklik, onluq, yüzlük, bu 100 adı. Üstə gəl. Təklik, onluq, bu B onluq kür 10B-dir. Bir də təklikdir 1. Bəs AB üstü xəttin açılışı nədir? 10A üstə gəl B-dir. Mötərizənin içinə yazırıq. Bir də bunu vururuq 21-ə. Şola minin üzərinə 1 gələndə bizə verir 1001. Üzərinə gəlir 100A ilə də 10B olduğu kimi qalsın. Sağ tərəfdə açsaq 21-i 10A'ya vur, 210'a. 21'i B'ye vur, 21B. Neyin yaşalır? Gəlin belə eləyək. Bu 100A'nı sağa aparaq, solda 1001 qalsın. Sağda 210A var. Bu 100A'nı sağa aparsaq olacaq -100A. Sağda onsuz da 21B var. Bu 10B'ni də sağa aparsaq çıx 10B olacaq. Burada oldu 1001. 210A'dan 100A çıxanda qalır 110A. Deməli düzmü yazdım? Bəli, 110A. 21B'dən 10B çıxanda şola bizə verir 11B'ni verir. İndi biz bunu sağlı sollu 11'ə bölə bilərikmi uşaqlar? Baxın 1001'i sağlı sollu 11'ə bölür. 1001'i 11'ə böləndə neçə eləyəcək? Deməli 9 dəfə 99, 100'dən 99 çıxanda 1, bir-birinin içində də 1 dəfə kür. Deməli 1001'i 11'ə böldü, qaldı 91. Bunu 11'ə böldü. 110'u 11'ə böləndə uşaqlar qalır 10A. Bunu da 11'ə böləndə 1B'ni verir. Yəni sağlı sollu 11'ə böldük. Baxın 10A üstə gəl B nəyin açılışıdır? AB üstü xəttin açılışıdır. Və AB üstü xətt nəyə bərabərdir? 91'ə. Deməli uşaqlar AB üstü xəttimiz 91'dirsə bizdən nəyi soruşur? Həmin 2 rəqəmli ədəd tapın. Elə həmin 2 rəqəmli ədədimiz uşaqlar elə AB üstü xəttdir də. Həmin 2 rəqəmli ədədimiz neçədir? 91. Yəni bu sualın cavabı olur 91. Bu da oldu 18-ci sualın cavabı. 18'də cavab 91'dir. 19 bunun oxşarıdır. Gəlin son sualımıza baxaq 20'yə. Uşaqlar 20'də nə deyir? 20'də deyir ki 20-ci sualda 50 manat pulu olan Akifin. Deməli uşaqlar Akifin 50 manat pulu var. Akifin 50 manat pulu var. Akif biri 3 manatdan ən çox neçə kitab ala bilər? Onun qalan pulu 7 manatdan çox olsun. Onun deyir qalan pulu 7 manatdan az olmasın. Yəni 7 manatdan çox olsun.
Uşaqlar, bir kitabın qiyməti Akif biri 3 manatdan. Uşaqlar, bir kitabın qiyməti 3 manatsa, x olsun kitabların sayı. Kitabların sayı. Deməli, ən çox neçə kitab ala bilər? X kitabların sayı olduğuna görə uşaqlar. Deyir, ən çoxu neçə kitab ala bilər? X kitabların sayısı ən çox neçə kitab ala bilər deyirsə, uşaqlar, x-imiz ən çox neçə ola bilər? Gəlin belə deyək də. Baxın, bir kitabımızın qiyməti 3 manat olsa, 7 manatdan az olmasın. Onda uşaqlar belə deyək. Bir kitabın qiyməti 3 manatdırsa, x sayda kitabın qiyməti neçə manat olacaq? 3x manat olacaq. Deməli, Akif bir kitaba 3 manat pul verirsə, x sayda kitaba 3x manat pul verəcək. Bu cibindən çıxan pul 3 manatdır. Yəni cibindən çıxan pul 3x manatdır. Yəni x sayda verdiyi kitab 3x manatdır. Yəni bir kitaba 3 manat verirsə, x sayda kitaba da 3x manat pul verəcək. Akifin cibində 50 manat pul var. 50 manat pul olan Akif ümumi x sayda kitaba 3x manat pul verirsə, bu Akifin bundan bunu çıxan da uşaqlar Akifin cibində qalan pulun miqdarını göstərəcək. Yəni 50 çıx 3x. Belə fikirləşin. Məsələn, Akif bir dənə kitab alıb, Akif bir kitab alırsa, 3 manat Akif kitaba pul verir. 50-dən də 3 manat çıxanda Akifin cibində 47 manat pul qalır. Yəni bu ifadənin özü Akifin cibində qalan pulu göstərir. Deyir, onun qalan pulu 7 manatdan az olmasın. Yəni cibində qalan pul 50 çıx 3x-sa, bu cibində qalan pul 7 manatdan az olmasın. 7 manatdan az olmasın deyirsə, deməli bu cibində qalan pul 7 manatdan çox olmalıdır. Akifin cibində qalan pul 7 manatdan çoxdur. Yəni böyükdür 7-dən. Uşaqlar, 7-ni sola aparsaq, mənfi 7, 3x-i sağa apar. Müsbət 3x burada qalacaq 43 böl 3x. 43-ü də uşaqlar 3-ə böləndə bizə nə verəcək? 43 böl 3. Deməli, x də nədən kiçikdir? 43-ün içində 3, uşaqlar 13 dəfə kür, 14 dəfə kür, 14 dəfə. 14-ü 3-ə vur 42, bir də gələndə 43. Deməli, uşaqlar, kitabların sayı 14,3-dən çoxdur. Daha doğrusu kiçikdir. Kitabların sayı 14 tam nə qədərdən kiçiksə, ən çox neçə kitab ola bilər? Yəni x-in ən böyük qiymətini soruşur. X kitabların sayı olduğuna görə x-in ən böyük qiymətini soruşur. Onda x-in ən böyük qiymət 14 tam nə qədərdən sonra ən böyük qiymət 14-dür. Deməli, Akif ən çoxu 14 kitab ala bilər. Bu sualın cavabı oldu uşaqlar 14. 20-də cavab oldu 14 və yaxud da belə fikirləşin. Akif 14 dənə kitab alırsa, bir kitaba 3 manat pul versə, 14 kitaba 42 manat pul verəcək. 14 bir kitaba 3 manat pul verirsə, 14 kitaba 42 manat pul verəcək. Akifin də 50 manat pulu var. 50 manatdan 42 manat çıxsa 8 manat edir və onun cibində qalan pul 8 manat, 7 manatdan az olmasın. Bəli, 8 manatı 7 manatdan çoxdur. Ən çox neçə kitab ola bilər? 14 kitab. 20-nin cavabı oldu uşaqlar 14 və 21 də bunun oxşarıdır. Bu da oldu bizim natural ədədlər mövzusunun ikinci bölməsinin izahı. Sağ olun uşaqlar, hələlik.